Anam həmişə o biri kələmdən bişirirdik, o kələm qovurması. Kələmi qovururdu, üstünə də yumurta vururdu. Daxta olurdu. Üstünə də sarımsaqlı qatıq vurursan, dəhşət, dəhşət. Müsibət. Amma inandırım səni ki, bu kələmdə o kələmin dadını verir. Ay Allah, şükür bir dəfə mən yemək bəyəndim. Çox şükür, çox şükür. Dadı necədir, yaxşıdır. Əllərinə sağlıq, çox mükəmməl, supersən. Nuş olsun. Bugün gül kələmdən sadə bir yemək hazırlayacağım. Vaxt itirmədən başlayaq. Çox dadlı çıxdı, sadə, tez bir zamanda başa gəlir. Hazırlayacaq olan hər kəsə nuş olsun. Yeni reseptlərdə görüşənədək hələlik.